Milli Məclisin növbədənkənar iclasına toplaşan millət vəkilləri qondarma erməni soyqırımını tanıdığına görə Almanya Bundestagına etiraz etməyə hazırlaşırlar. Deputatlar məsələ ilə bağlı məktub göndərilməsində təklif ediblər. Nəzərə alınaraq sözün konstitusyon təşkilatı və biz olması rəqabətin bunlardan biri. Parlamentdə bu məsələnin qaldırılmaması əlbəttə düşünürəm ki, düzgün olmazdı. Mən təklif edirəm ki, ya dostluq qrupu səviyyəsində, ya Milli Məclisin ümumi plenar yığıncağının bütün millət vəkillərinin adından bu qondarma soyqırımının bağlanması, qəbul edilməsi ilə bağlı biz deməli Almanya parlamentinə özümüzün etirazımızı bildirək. Almanya ATƏT Minsk qrupunun üzvlərindən biridir və Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində rol oynayan bir təşkilatın ki, belə bir yalanların qəbul olunması təbii ki, bizi çox narahat etməklə bərabər Almaniyanın özünün neytral və obyektiv missiyasına da zərbə vura bilər. Ona görə bu məsələ ilə bağlı bir müraciətin göndərilməsinin müsbət olacağını düşünürəm.